başlat. Okey. Ekranı gelir. Aha, əla. Hə, tamam. Tamam. Bir saniyə harda qalmışdıq? Hə, bolun dəyişkənini necə yarada bilərdik? Deməli, neydi onun adı? Oradan yaradırıq. Heç prosta variable'lardan əlavə edirik. Mhm. Plus vuranda bu burada yaranır da. Adını nə qoyaq? Məsələn, Fast tutaq ki. fast. Yaxşı. Hı Yaxşı, belə yazaq. Is fast. Lap yanına sual işarəsi hı. qoyaq. Bir saniyə. Mən hansı diliyəm? Azərbaycan diliyəm. Bir də balaca bir şey deyim. Çalışın həmişə kodları ingilis İngilis klaviaturası dilində. yazın. Çünki Unreal bəzi şeydir, digər dilləri algılamır. Ya o Hı hı. xəta verəcək. Build alanda xəta verəcək. Məsələn, is fast. Yaxşı. Bununla bir saniyə. Bunun arasında nə fərq var? Getlə setin arasında nə fərq ola bilər? Hı hı. Fast sadəcə biz elə bir dəyişkəni qoyuruq ki, fast olsun və yaxud da nəminli olsun. O elə ancaq o siqnalı ötürür. C-də isə is-fast isə burada elə bir bağlayırıq da. Yəni bir qolunu tutaq ki, fast aparır, birini true aparır. Belə bir şey olur. Okey. Misal bir saniyə. Evet, düz dedim yəqin ki. Yaxşı. Bu nod nə işə yarayır? Nə işə yarayırdı? Hə, ayırırdı da elə bir birini true-ya, birini fast aparmaq üçün. Okey. False. Fast demək false. False yazdım. Ha, fast mı yazmışam? Elə bildim fast deyirsən. Hə, əybib olsun, fərqi nədir? False False. yazılır da belə. Aha, false. Okey. Bunu gətirirəm yaxşı. Bura bağladım. Deyək ki, Aha. Ona biz klikləsə false olacaq, düzdürmü? okey, bir saniyə. Tamam. Sonra tamam. Tak, tak. Burada bu kodu mənə bir dənə oxuya bilərsiniz. Hı -hı. Deməli, siqnal verdi, Hı -hı. birinci keçdisə əgər, ilk öncə false olacaq, Okey. Is false. sonra Okey. false, Hı -hı. sonra keçdi, false yazılandan sonra yenidən ikinciyə keçir. Burada false olduğuna görə keçir, sonra tezdən true-ya və Okey. true verəcək. Bir false, bir true olmalıdır. Okey, bəs bunlar? Bunlar nədir? Hətta onlar o da, yəni false verəcək, true verəcək. Okey, ekrana yazdıracaq. Okey. Əla. Bir dənə baxaq. Bir dənə baxaq görək nə görünür. Hə, false true, false true, false true. Prosta çox sürətlidir ya. Adamın gözü görmür. Gəlin məsələn bura bir Hı. dənə delay versək, misal. Hə, ortaya delay versək, Məsələn deyək ki 1 mənim saniyədən 1 telefonum. yazdır. 1 saniyədən 1 yazdırsın, misal. Mhm. False, true. False true, False, false true. true. Əla. Çox gözəl. Sonra digər nodlarımıza baxaq görək nə nodlarımız var idi başqa. Misal deyək ki event begin play olsun. Bir Mhm. dənə branch nodumuz var. Okey. Və Onları bol necə bərabərləşdirirsən? şeydir. Misal bax, belə bir noddur. Məsələn deyək ki, bir dənə də Aha. əlavə eləyək. Məsələn deyək ki, bir dənə də bir dənə də branch nodumuz var. Bunları bərabərləşdirmək istəyirəm. Qısa Mhm. yolu var və ya şeydir, digər yöntəm var. Sağ kliyə basırsan, burada argument var. Buradan Hə, istədiyin kimi ayarlaya alignment. bilirsən. Aha. Və Hə, ya orada bunların yazıb yanında zaten. qısa yolları var. Shift Alt S, Alt shift Shift S, W, hə, Shift yaxşı. S, Shift A beləncə. Çox aydındır. Qısa yolu Q-ya basırsan avtomatik hizalayır. Və ya deyirsən ki, sən üstə doğru hizalamaq istəyirsənsə Shift W-ya basırsan və ya aşağı doğru hizalamaq istəyirsənsə hamısının xətti eyni hizalansın. Məsələn, bax Shift S-ə bastım beləncə. Ha. Bu üzə bassam bu üzə, bu üzə. Bəs mərkəzə basan, mərkəz deyəndə? Mərkəz yəni hamısının ölçüsü eyni olsun, yəni dərəcəsi. Yox, yox. Hə, Yox. mərkəzləmə Q-ya bassaz belə avtomatik mərkəzlərin hamısı. Aydındır. Okay.
İndi başqa bir saniyə baxım. Hə, bayaq nə edəcəyimi unutdum bir saniyə. Deyək ki, 2 dənə Branch. 2 dənə branch, 2 dənə bolunumuz var. 2 dənə Aha. dəyişkənimiz var. Is false, bir də bolun adında dəyişkənimiz var. İkisi də false-dur, fikir verin. İkisi də false-dur. Aha. Gətirəm bunları ikisini də get olaraq çağırıram səhnəyə. Buna gətirib or verirəm. Or dəyişkəni verirəm və gətirib bunu bura bağlayıram. İndi bura print verirəm. Bu olsun true. Hop, true, False. false. Sizcə burada nə proses baş verəcək? Bax, bu da false-dur. Bu da false-dur. Aha. Or var deyə bir dəqiqə deməli event begin play'dən verdi siqnalı. Orada or yoxsa yox. Mən bilən burada da şey olmalıdır. Yəni həm false, həm true, həm false, həm true. Niyə? Çünki or var deyə, yəni həm o, həm bunu eləyir avtomatik Okay, olaraq. gəlin baxaq. Görək Mən hansını bilən. verəcək. Gəlin bir sınayaq görək hansını verəcək. Mən də dəqiq. Aha. Gəlin baxaq. False verdi. Sizcə niyə? Bir dənə yenidən baxım. Bu da Hamısı false-dur. false Bu da deyə ona false-dur. görə. Okay. Or nə işə yarayır? Orada belə bir şey var. Əgər bunlardan biri true verərsə, yəni bir dənəsi Hə, true-dursa, bildim. avtomatik olaraq burada True-dursa true node avtomatik true qoluna verir. gedəcək. Aha. İndi bunun bir dənə şey var, funksiyası var. False Gəlin. çoxdursa, false şey verir, elə bir. Gəlin belə bir şey. Or 2 dənə idi. And və or bol. Burada belə bir funksiya var. Bir saniyə, onu görün başa salan biri var. Göstərən biri var. Onu göstərim. Belə deyim. Əgər hop ekran getdi. Biri true olarsa avtomatik. Ya 2 dənə dəyərdir, 2 dənə dəyişkəndir. Dəyişkənlərdən biri true olarsa, biri false olarsa avtomatik olaraq true nodundan keçir. Biri false, biri true olarsa avtomatik olaraq true nodundan keçir. Əgər ikisi də false olarsa false nodundan keçir. Əgər ikisi də true olarsa true nodundan keçir. Ya orada deyir ki, yəni biri true-dursa true-ya gedəcək. Amma gətirib bunu, bunları sizə keçməmişdim keçən dəfə. And bolun desək. And. Aha, And-də yox. mütləq ikisi də true olarsa true qolundan gedəcək. Amma ikisi də false-dursa, false nodundan keçəcək. Biri true, biri false-sa yenə false nodundan keçəcək. Və ya üstdəki false-dur, altdakı true-dursa yenə false nodundan keçəcək. Çünki ikisi də gərək eyni dəyər olsun. Orada deyir ki, fərqi yoxdur. True olsa avtomatik olaraq true nodundan keçəcək. Belə bir prosesdir. Okay. İndi gəl bunu silək. Başqa baxım görüm. Tamam. Hə, gözəl nodlarımızdan biri. Sequencer. Sequencer. Print. Məsələn. Burada nə proses baş verəcək? Bir dənə kod oxuya bilərsiniz. Deməli, event siqnal verdi, sequence. Bir də Yəhya Şahin eyni vaxtda çıxacaq. Okay, gəl baxaq. Dediyiniz kimi. Hə. Asası tuturam bunu. Sequencer'ın əsas məqsədi qollara ayırmaqdır. Yəni kodu eyni anda çalışdırır. Yəni fərqi yoxdur. Nətər olur olsun, fərqi yoxdur. Kodu eyni anda çalışdırır. Mən birinci düşündüm ki, Şahin Yahya üst-üstə düşəcək belə də, Aha. qarışıq kimi görünəcək. A, Amma orada elə belə bir 6-6 məsələ verdi. var. Yadınız şeydir, kodu çalışdıran kimi avtomatik olaraq hə, bunda əslində belə bir məsələ yarandı. Normalda Yahya birinci çalışmalıdır. Fikir verin, Şahin birinci gəldi. Bu çox acayibdir. Əslində normalda zəmbirdən başlayır. Gəlin key məsələsi qoyaq. Buna 1 verək. Buna da 2 verək. Görək nə proses baş verəcək. Bu key məsələsi sıradır. Hansı sırada birinci gəlməsi. Onda birinci Şahin gələcək. Yo. Yerini dəyişdirim. Çünki bayaq Şahin birinci gəlmişdi. Bir dənə baxaq. Bunu 2-yə qoyaq. Görək necə bir proses baş verəcək. Yahya Şahin. Bax fikir verin. K-yə əsasən gəldi. Sırası buna əsasən gəlir. Bildiyin indeks nömrəsi kimi bir şeydir. Yəni sıra nömrəsini ayarlaya bilirsən istədiyin kimi. Aydındır. Okay. Sequencer'da kodu qollara ayırır. Yəni eyni anda çalışdırır kodlar, sadəcə qollara ayırır. Aydındır. Okay. Başqa. Bir dənə onları qeyd edeyim. Aha. Əgər istəyirsiniz şəkillərini də atım istəyirsən. Yox, ehtiyac yoxdur. Deməli, ümumi keçdiklərimdən şey edirəm. Event
Ən başdan başlayaq. Ha, event tick play. Yox. Event begin play. Okay. Bundan başlayaq. Ha, begin play. Deməli bu bizim şeyimizdir. Siqnal verir. Siqnal bir dəfə verir. Oyun başladıqda kodu bir dəfə çalışdır. Hı -hı. Okay. Bu biri. Sonra o birisi 2 dəfə verən Event tick. event tick 2 dəfə verir. Event tick daha doğrusu davamlı siqnal verir. Siqnal. Ötür beləncə. Ya da ehtiyac yoxdur, yazmayayım. Onsuz dərslikdən özüm sonra yazaram. Ya mən Vaxtınız beləncəsinə yetməsə. qeyd edirəm, narahat olmayın. Dərsi sizə görə keçirik. Beləncəsinə yazıram. Bir dəqiqə bunu oyun başladıqda bir dəfə siqnal. Hop. Tamam. Hı -hı. Görəm. Siqnal ötürür. Davamlı. Okay. Sonra sıradakı nodlarımız məsələn print string. Bunu sizə atacağım. Hı -hı. Okay. Ekrana debug text yazdırır. Sonra delay. Vaxt təyin edir. Nəsə siqnalın ötürmə vaxtını. Koda gecikmə vermək üçün istifadə olunur daha çox. Hı -hı. Sonra bir saniyə. Sequencer. Tamam. Eyni anda kodları verir. Okay. Okay, başqa. Bolunu çəkək. Bulun. Bir dəqiqə false. Okay. Ötürür. Okay. Tamam. Set alda yazım. Dəyişdiriləbilir kodda. Okay. Bura qədər yazdım. Davam elədikcə yazarım. Branch'ı bildiniz də. Branch'ı yazım yoxsa ehtiyac var? Yazım. Branch bildim əslində. Şey yazaq da bir dəfə hamısı yazır. Bu Okay. Burada hazır. Başqa indi hələ ki davam elədikcə yazaram. Heç bir problem yoxdur. And or qalsın, not qalsın, onları başa salaram. Okay. İndi sıradakı dəyişkənimizə keçəcəm. Bir saniyə, bunları biraz aşağı alım. Bizim bayaq dediyimiz dəyişkənlərdən biri olan bolundan sonra digər dəyişkənlərə keçək. Yenə üstə gələk basırıq. Bir dənə variable yaradır. Buna bir dənə ad verək. Məsələn float verək. Float dəyər nədir? Float
variable nədir? Buradan change, burada dəyişkən change-leyə bilərik. Məsələn, buradan başlayıram float. Float nədir? Float tamlı dəyər verir. Məsələn, 0,5, 0,7, 0,2, 3,4, məsələn, 5,7. Yəni tam olan dəyərlər verir. Bunun da eyni qaydada boolean kimi get və set halı var. Gətirib buradan get və ya set halını çağıra bilirsiniz. Funksiyalar nədir? Eyni qaydada. Getdə dəyişə bilmirik dəyəri istədiyimiz kimi. Geti sadəcə data çəkmək üçün, məsələn, getin datasını çəkmək üçün istifadə edə bilirik. Set isə eyni qaydada set də, yəni get dəyərinin dəyərini dəyişdirmək üçün istifadə olunur. Yəni bu dəyişkənin dəyərini dəyişdirmək üçün istifadə olunur. İndi kameramı bu üzə çəkirəm. Bax, fikir verin, burada hələ heç nə yoxdur. Default value heç nə yoxdur. Float-a bax, toxunmuşam, hal-hazırda heç nə yoxdur. Compile edirəm. Avtomatik olaraq bizə dəyər verir. Bax, fikir verin. Yanında 0,00 0 yazıb hal-hazırda. Bunu istədiyim kimi dəyər olaraq dəyişdirə bilirəm. Məsələn, 15 elədim. Məsələn, 1,5 tam verə bilirəm istədiyim kimi. Gördünüz? Və bunu kodda da eləyə bilirəm istədiyim kimi. Dəyişdirə bilirəm. Məsələn, 1,6 dəyişdirə bilirəm. İndi gəlin bunu kod üzərində test eləyək. İndi event begin play'dən bir dənə çağırmaq olur deyə event begin play çəkirəm. Məsələn, deyirəm ki, oyun başladıqda bu rəqəmi float'ın, yəni dəyişkənin rəqəmini ekrana yazdırsın. Gəlin eləyək. Event begin play. İndi bir dənə bunu çəkim aşağı. Yazıram ki, print yenə string eyni qaydada. Print string yazdırıram. Və gəlirəm. Bu dəyişkənimizin qolunu tutub çəkirəm bura. Print stringin girişinə, inputuna. Fikir verin. Buraxdım. Avtomatik olaraq mənim float'ımı, float dəyərimi, yəni dəyişkənimi gətirdi, keçirtdi şeyə, stringə, yəni tekstə. Və yazdırdı, yəni print stringin dəyərinə saldı. İndi mən oyunu başlatdıqda avtomatik olaraq bizim float dəyərimizi ekrana yazdıracaq. Gəlin bunun rəngini dəyişdirək. Gözümüz daha rahat görsün. Və bunun delay time-ını 10 saniyə eləyim. İndi oyunu compile elədim. Oyunu başladanda fikir verin. Float'ın dəyərini ekrana yazdırdı. 1,5. 10 saniyədə su yoxa çıxır. Aha. Onun delay time-ını əsasən qoydum mən. Məsələn, 10 saniyə keçdi, yoxa çıxdı. Bax, fikir verin, hal-hazırda 1,5 idi. Buradakı dəyəri götürdü, yazdırdı ekrana. İndi gəlin belə eləyək. Oyun başladıqda mən gəlib seti də çağırıram bura. Deyirəm ki, bizim float dəyərimiz, yəni hal-hazırda float olan dəyişkənimiz oyun başladıqda 1,7 olsun və ekrana yazdıraq. İndi gəlin baxın. Oyunu başlatdım, bax 1,7 yazdırdı. Amma halbuki bizim burada float dəyərimiz 1,5'dir. Sizcə niyə? Deməli. Set qoyduğumuza görədir. Prosta səbəb. Ha, nəyə görə? Bax indi. Oyun başladı. Gəlin bir dənə kod oxuyaq. Oyun başladı. Dedim bayaq. Bunun iki tip halı var. Get halı və set halı. Get halıda data, yəni get data tutur. Amma set o datanı dəyişdirməyə yarayır. Hə, aydındır. Mən setlə float'ın datasını dəyişdirdim, elədim 1,7. Və sonra dedim ki, bu dəyişən datanı getdən çağır. Ekrana yazdım. Okay. Elə bir ki, 1,5 yazmısan və seti qoymusan ki, həmin o 1,5'i 1,7 elə. Ya 1,5'i biz yaxşı float olmasa nə olur? Silinsə. Float olmasa necə yəni? Bax, aşağıda floatlar yoxdur. Onlar silinəndə nə olur? Bunlar? Yox, elə aşk kodda. Bu? Orada olar, ha. Bunları silsəm heç nə, sadəcə hello yazdıracaq ekrana. Yoxlayaq. Yəni biz kodu görə bilməyəcəyik. Bax, hal-hazırda heç nə kodu görə bilmirik. Əslində belə də yaza bilərsən. Bax, bunu götürüb burada bağlaya bilərsən. Fərqi yoxdur. Zaten getdən datanı çəkir. Bax. Fikir ver. 1,7. Okay. İndi belə eləyək. Bunu daha rahat anlamağınız üçün. Misal, mən deyirəm ki, digər nodlarda başa salım. Float dəyəri çəkirəm. Yəni 1,5'i. Sonra digər nodlarımız var. Onları başa salım ilk olaraq. Add nodu. Ya bildiyin üstə gələk nodu. Deyirəm ki,
Float dəyərinin üstünə, yəni 1.5-in üstünə gətir əlavə elə 1.1 misal. 1.1 və bunu Ha, biz yazdıq. Bunu belənçində saxlaya bilmərik. Buna gərək set dəyər verək. aydın. Səbəbi biz getdən datanı çəkdik, üstünə 1.1 əlavə elədik. Bunu setin üzərinə yazdırmalıyıq. Yadınızdadır, burada seti dəyişdirdik. Məsələn Ha, 1.7 elədik. Bunu eyni qaydada. Bu dəyərin üstünə bunu gəlib, istəyirsiniz print stringdən göstərim. Bax, hı, float dəyərinin üstünə 1.1 gəldim. Gəlin bunu bir dənə printləyə görə nə verir ekrana? 2.5. Gördünüz? ha, Okay. aydın. Sonra da mən bunu gətirirəm, setə verirəm ki, bu dəyər artıq getdə də tutulsun. Hı, Okay. Bunu da gözəl funksiyası bilirsiniz nədir? Hal-hazırda bax bura print yazmıram, heç bir şəkildə print yazmıram. Gəlirəm bir dənə keyboard atıram. Bunu ələ keçmirəm, bunu ələ boş verin. Məsələn, key Gəlirəm buradan, get dəyərini çəkirəm və bağlayıram bura. İndi fikir verin. Oyunu başlatdım. De bax gen nə idi? 6 idi da. Aha. Oyunu başlatdım. Bax hal-hazırda ekrana heç nə yazmadı. 6-ya hı, hı. basıram. 6 değildi, bir saniye. Aha 6'dır. Bir saniye. Oyunu başlattım. 6'ya basıram. What the hell? Ortada qal bax olar. Begin play Bir saniye. eventə bağlı olmamalıdır. Aslında burada bir saniye. Aslında print gelmeli değil. Bir saniye. Niye? De bak ya. Aa. Bir saniye. Doğru ya. Input'umuz yoktu ona göre. Bir saniye. Hı. Ha, get player content. Bu başka bir şeydi. Biz bu keyboard'u istifadə etmək için input verməliyik. Aha. Bax indi 6'ya basıram. Bax 2.6 dəyəri oynayır. Çağırır. Hı hı. Bunun səbəbi biz burada oyun başladıqda bu float dəyərinin 1.5-in üstünə 1.1 gəlirik və setə, yəni get'in dəyərini dəyişdiririk buradan. Hı hı. Və sonra deyirəm ki, mən boş bir yerdə boşam, lazım oldu, çağırdım. Məsələn, float'ın dəyərini çağırdım. Hı hı. Beləçin. Yoxsa aydındır. Okay. İndi mən bunları da yazım. Başınız qarışmasın. Misal. Okay. Təcrübə. Narahat olma. Kameramı bağlayın, narahat olma. Okay. Niyə söndürdün ki? Float. Tamla. Bir nokta iki. 5.6. Tamam. Bunu da get'ini çəkeyim. Okay. Sonra eyni qaydada hesablamalı bir saniye bunu silək. Tamam. Məsələn, Hı. oyun başladıqda bizim float dəyərimizi alsın. Bayaq Hı. add nodun başı salmışdım. Add nodu. Ha, Bunun plus tərsi də plus. var. Subtract nodu var. Ha, O minus. nodun minusu. Yes. Aha. Məsələn, deyirəm ki, gətir float dəyərdən, yəni 1.5-dən 1 çıx və əlavə elə setimizin üstünə. Aha. Ya artıq floatımızın dəyəri dəyişdi. Gəlin belə eləyək. Buradan get'i çağıraq. Bura print string verək. Okay.
Bax 0.5. Gördünüz? Hı. Okay. Bundan əlavə bir saniyə bunlar qalsın çünki istifadə edəcəyik. İndi mən add nodunu bir də subtract nodunu buraya əlavə edeyim. Add. Okay. Float dəyərinin üzərinə qiymət əlavə etmək üçün istifadə olunur. Bir də subtract. Subtract. Float dəyərinin qiymət çıxmaq üçün. Qiymət çıxmaq üçün istifadə olunur. İstifadə olunur, ehtiyac yoxdur, yazma. Yəni, yazıram da. Yazsın. Okay. Bəs. Sonra digər nodlarımız var. Multiply. Vurmaq nodu. Gəlin bunu 5.6-ya vuraq. Hop, 5.6-ya vuraq. Və əlavə eləyək bura. Görək nə dəyər verir bizə. Gəldim, girdim içinə. 8.4. Fikir verdiniz? Eyni qaydada. Buradakı dəyəri aldı, 5.6-ya vurdu və float dəyəri əlavə elədi. Sonra isə print elədi. Anladınız? Anlamadınızsa bir də başlayalım. Okay, tamam. Yo, başa düşdüm. Okay. Gəlirəm bura. Multiply əlavə edeyim. Okay. Sonra isə eyni qaydada bunlardan fərqli olaraq, ya eyni bildiyiniz riyaziyyat. Divide. Divide. Bölmək üçün istifadə olunur. Bölmək. Eyni qayda. Məsələn 1.5-i bölək, məsələn 2-yə. Ya da 3-ə bölək ən yaxşısı. Daha qəşəng bir rəqəm versin. 0.5 versin, misal. 0.5 görürsüz? Okay. Bu riyaziyyat əsasən, bu matematiksel hesablamalar əsasən nə üçün istifadə olunur? Biz mexanikalar quranda əsasən arxa fonda qiymətlər hesablanır. Çıxma, vurma, bölmə və beləncəyinə kod işləyir. Kodun məntiqi işləyir, belə deyim. Məsələn, mən bunu harda istifadə edə bilərəm? Məsələn, vurmalı. Bir saniyə. Bir dənə bunu da yazım. Bir oyunda bunu harda istifadə eləmək olar? Çox gözəl dediniz. Nə üçün istifadə edə bilərik? Lap istəyirsiniz bir dənə misal göstərim. Elə bir yerdə yazaq, göstərim. Misal, mən basic bir interaksiya sistemi qurmaq istəyirəm. Yəni meşlərə interaksiya qurmaq üçün bir sistem qurmaq istəyirəm. Bunun üçün də meşə bildiyin lazer kimi bir line trace atırsan. Line trace gedir çox vaxt kodlama dilində. Amma bizim dildə desək lazer, bildiyin lazer atırıq. Bunu necə eləyirik? Bayaq da yazdığım kimi bir dənə input-u enable eləyim ki, biz keyboard istifadə eləyək. Controller enable input deyək. Bunu targetdan yox, player controller'a bağlayaq ki, okay. İndi mən deyirəm ki, F düyməsinə basdıqda, yəni gələm ki, F keyboard deyirəm və buradan keyboard F çağırıram. Və deyirəm ki, mən F-ə basdıqda, prosto buradan eləmək nə qədər düzdür, buradan eləməyim əslində. Çünki şeydir, bu aktor meşidir. Karakter meşindən göstərim ən yaxşısı. Bir saniyə. Bizim burada karakter blueprintimiz var, third person karakter. Bunun içinə girirəm. Burada deyirəm ki, bura gəlirəm. Deyirəm ki, F keyboarddan F-ə basdıqda, misal, bizim kamera lokasiyamızdan bir lazer çıxsın. Kameramızın lokasiyasından. Burada necə bir hesablama edirik? Burada deyirəm ki, get world, get world, İngilislə aldım. Get world location deyirəm. Yəni deyirəm ki, kameramın lokasiyasını çəksin, dünyadakı lokasiyasını. Və burada fikir verin, buradakı çıxdı vektordur. Yəni 3 dənə float dəyərdir burada. Bir dənə də nodumuz var, line trace by channel var. Bu nədir? Biz bildiyin lazer atmayı yarayır. Amma fikir verin, bunun start və end lokasiyaları var. Bunu hesablama ilə eləməliyik. Necə hesablama ilə?
mənim kameramın lokasiyasından önə doğru, kameranın önünə doğru bir Hı lazer hı. atmaq lazımdır. Kameramın lokasiyasını çəkirəm, start nöqtəsinə bağlayıram. İndi bizə son nöqtə lazımdır. Bunun üçün də nə edirəm? Kameramın forward lokasiyasını alıram. Get forward location. Yəni ön lokasiyasını, ön istiqamətini alıram. Hı Sonra hı. gəlirəm bunu. Multiply verirəm. Yəni vururam. Bax fikir verin vektor. Üçlü vektor dəyər gəldi. Bayaq yazdığımda bir dənə dəyər Evet. vardı. Bunda üçlü vektor gəldi. Okay. Hı hı. Bir də deyirəm ki, add olsun. Və bunu alt qola bağlayım. Buradan buna bağlayım. Və bunu single'a çevirirəm. Deyirəm ki, 100 olsun. İndi debug üçün bunu açım, for duration edeyim, hə. İndi burada gəlin bir hesablama edeyik. Mən hər dəfə F-ə basdıqda kameramın lokasiyasını start lokasiyasına verir. End lokasiyasını isə forward, yəni ön lokasiyasını alır, 100-ə vurur və şeydir, world lokasiyasından dəyəri toplayır və end lokasiyasına verir. İndi gəlin bir Hı dənə hı. sınayaq. Gəldim bura səhnəyə. Oyuna başladım, F-ə bastım. Bir saniyə, kameram biraz yana alım, görünsün rahat. Ha. F-ə basıram. Bax fikir verin. Ekrana lazer atır. Amma uzaqlığı çox azdır. Yəni uzunluğu çox azdır. Gəlirəm buradan, bunun uzunluğunu biraz artırıram. Məsələn, 100-dür, 100 çox azdır. Gəlirəm 1000 eləyirəm. Bu bildiyin uzunluğudur. Bizim Hı hı. line trace'in uzunluğudur. Okay. Bax, misal. Bax fikir verin. Line trace atır yerə. Ha, aydındır. Burada bir hesablama gedir. Gəlin bu hesaplamanı da bir dənə baxaq görək necə bir hesablama gedir. Printdən yoxlayaq. Debugla yoxlayaq. Print string verək. Məsələn, deyək ki, kameramızın word lokasiyasını alaq. Görək nə verir. Kameramızın word lokasiyası fikir verin. X, Y, Z koordinatlarını göstərir Ha. avtomatik olaraq. Hara getsəm bax ona uyğun göstərir. Misal. Mən gəlirəm digərlərini də yoxlayaq da. Məsələn, forward vektoru alaq. Görək forward vektordan hansı dəyər gəlir. Məsələn, eyni lokasiyada dayanaq ki, rahat olsun. Məsələn, belə bir dəyər gəlir. Çıxıram. Eyni qaydada. Gəlirəm bunu burada multiply-sını yap. Multiply-da görək bu dəyər nətər vurulur. Fikir verin. Hı hı. Okay. Və sonra bunu toplayır. Bir dəqiqə. Silməydim print string yaşar. Print. Və fikir verin. Dəyər lap dəyişdi. Və line Ha. trace'imizin son nöqtəsini götürür. Və fikir verin. Beləncəyin. Yəni təməl Aydın. məntiq olaraq kodlarda belə deyim də mexanikaları yazmaq üçün riyaziyyatdan istifadə olunur əsasən. Amma beginner dərəcədə çox var. Çox ağır mexanikaları girmək istəsən, girişmək istəsən, biraz da ağırlaşır kodlar. Beləncəyin deyim. Hı, aydındır. Sonra başqa hansı nodlar? Hələ ki bir saniyə, digər nodlarımız hardadır? Hələ ki multiply, bir də divide. Divide yazmağı unutmuşam. Divide'ı da yazdım. Bölmək üçün yaz kifayət eləməz. Okay. İngilis dili. İstəyirsə kameranı bağlayın, narahat olmayın. Okay. Hı hı. Sonra tamam, bunları keçdik. Gözəl, bunları keçdik, bunları keçdik. Tamam. İndi isə gəlin digər nodlara keçək. Float'ı bildiniz də, tamlı dəyər verir. İndi isə bu Bildim. səfər integerə keçək. Integer isə floatdan fərqli olaraq tam bir dəyər verir. Ya onda 0.5, 0.3 falan filan yoxdur. Full tamdır. Ha, 1, 1, 2, 2, vahid dəyər. 5. Okay, belə, vahid dəyər. Məsələn, indi buna məsələn deyək ki, int deyək hələ ki. Hop, ingilis dili ayda. Int deyək. Buna intdən, bax burada integer var. Və fikir verin. Burada integer var, integer 64 var. Sizdə nə fərq ola bilər?
integer. FPS-ə görə, Yox. 64 FPS-ə görə. Integer'ın tutduğu dəyər sayı, maksimum dəyər sayısı sayı var, limiti var. Hı -hı. 64-də bu dəyər lap çoxdur. İndi gəlin ikisini də açaq görək maksimum nə qədər dəstəyi var. Int 64 yazacağam elə buna. Daha rahat anlayaq deyə. Bunda Hı integer -hı. 64 olaraq dəyişdirirəm. İndi gəlirəm bunu compile edirəm ki, bura dəyərimiz düşsün. Buranı dəyişdirə bilək. Məsələn, yazıram ki 9999999. Görə nə qədər dəstəkləyir maksimum? Bax fikir verin. Bu qədər Hı maksimum dəstəyi var 32 bitdə. -hı. Bu da nə qədər eləyir? Hardasa 1 2 3 4 5 6 2 milyon nə qədər? 2 milyar olar. Deyəsən milyonda milyardır. Yəni deməli 9 3 dənə sıfır var. hə 147 2 milyard 147 milyon Milyon, hə, 483.647. Gəlin bunu integer 64-də də eləyək. Görək 999 yazaq. Görək nə qədər dəstəkləyir maksimum. Bax fikir verin. Yazmağa davam edin. Çoxlu yazım görün maksimum nə qədər dəstəkləyir. Bax fikir verin. Bunda lap böyük bir dəyər var. Fikir verin. 9 2 Bir şey nə bilim nə. trilyona zada getdi deyəsən də. Bilmirəm. Bilyondur Bilyondur nəsə. deyəsən, hə, elə bir dəyər. Ya 32 bit limiti var. 64 bitdə o dəyər lap çoxdur, belə deyim qısaca. Əsasən 32 bitdən istifadə edirik. Ya 64 biti çox nadirən istifadə olunur. Əsasən 32 bitə diqqət edəcəksiniz. Bunda da eyni qaydada toplama, vurma, bölmə, divide funksiyaları işə yarayır. Eyni qaydada. Sadəcə spesifik fərqi bunların rənglərinin fərqli olmasıdır. Misal bax indi eyni qaydada. Integer'ı get olaraq çağırıram. Hal-hazırda buna məsəl dəyər olaraq 10 verirəm. Və fikir verin, misal buna mən 10,5 yazsam, avtomatik olaraq yox, bir dəqiqə. 10 məsəl 5,6 versəm, avtomatik olaraq 5-ə çəkəcək. Altını siləcək. Çünki integer dəyərdir. İndi deyirəm ki, integer dəyərinin üstünə gəlsin, add desin. 5 dəyər 6 versin və bunu setə çağırsın. Hop, sorry, bir dəqiqə. Int setə çağırsın və sonra printləsin bunu. Print deyək. Eyni qayda. Okay. İndi gəlin bir dənə yazaraq görək nə verir. 11. Fikir verdiniz? 11. Eyni şəkildə bunu vurma, bölmə, çıxma falan filan hamısını eləyə bilərsiniz. Fərqi yoxdur. Heç bir fərqi yoxdur. İndi gəlin bunu da buraya yazım. Vahid dəyər deyək də. Vahid dəyər. Elə vahid dəyər yaz, bir kifayət edəcək. Okay. Hop, set olaraq çağırın. Dəyişdirə biləm. Okay. Sonra başqa. Integer 64 isə bunu da əlavə edeyim. Okay. 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 Dəyişdirilə bilər. Tamam. Sonra digər nodlardan event begin play'dən davam edək. Ədə basıram bir daha. Bu səfər keçəcəyimiz nod demək byte qalsın hələ, float, name, string, text. Bu üç dəyişkəndir. Name, string, text aralarında nə fərq var? Gəlin bunların üçünü də yaradım. Bunları eyni anda göstərməliyəm. Name, string, okay. Bu olsun string, bu da olsun text. Text olsun. Bu da olsun text. Bunların üçünü də çağırırım. Tak. 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 Bunların üçünü də çağırdım. Bunların set halında çağırırım. Sizə rahat olsun deyə.
Tamam, tamam. Bax fikir verin. Üçündə də eyni giriş var. Üçünə də mən yazı yaza bilirəm istədiyim kimi. Hı -hı. Amma fikir verin, digərlərindən fərqli olaraq tekstin yanında bir bayraq var. Aha. Sizcə nə fərq ola bilər? Bir dənə düşünün. Yəni davamlı olaraq qalır orada. İndi yox, əslində Getmir. yox. Hamısında eyni qaydadadır. Heç bir fərqi yoxdur. Integer ya da float kimi eyni dəyərdə. Bunların dəyərini dəyişdirə bilirsən, saxlaya bilirsən istədiyin kimi. Amma name'in stringdən fərqli olaraq textdə localization bilirsiniz nədir? Nə mənada localization? Məsələn, oyunlarda dil dəyişdirmə məsələsi olur. Hə, bir dəfə dəyişirsə hamısı dəyişir. Aha. Unreal Engine-də belə bir funksiya var. Funksiya deyil, daha çox tool deyək. Sən Aha. oyunda hər şeyi yazdıqdan sonra, bütün oyunları qurtardıqdan sonra oyuna dil dəstəyi qatmaq istəyirsən də, bunun üçün localization deyə bir funksiya var. Buna əlavə edirsən. Başlayırsan oyun motorunda olan, content browserında olan bütün tekstləri tapır və onları əlavə edir dashboarda. Bildiyin bir data table kimi bir panelə yığır. Sən oradan baxırsan, ona uyğun dəyərləri dəyişdirə bilirsən, yaza bilirsən. Hı -hı. Localization da bu funksiyaya yarayır. Məsələn, deyək ki, sən əsasən məsələn deyək ki, məsələn meyvə adı və ya silah adı falan filan hamısını tekstlə əlavə edin. Bunun səbəbi siz localization verəndə o silahın adı da avtomatik olaraq ora dataya düşəcək və istədiyiniz kimi dəyişə biləcəksiniz. Hı Beləncə. -hı. Amma string name əsasən kodlardır, kod hissəsində istifadə edin. Misal deyək ki, mən necə deyirlər? Məsələn deyək ki, bir aktorum var, aktor blueprintim var. Ona ad vermişəm. Ad vermişəm. Hə. Adı əsasən aktorun forması dəyişir. Bunun üçün name istifadə eləsə çox işə yarayacaq həqiqətən də. Amma Hı -hı. text istifadə eləyə bilərsiniz. Heç bir fərqi yoxdur. Amma localization-a düşdüyü üçün siz o kodda xətalar yarana bilər. Başdan deyirəm. Hə, bildim. Okay. Bunu da eyni qaydada getlə çağıra bilirsiniz, print eləyə bilirsiniz. Setlə də istədiyiniz kimi dəyişdirə bilirsiniz eyni qaydada. Hı -hı. Bu şəkildə bunları da yuxarı alım. Bunların da üstünə tekstlər əlavə edərəm. Okay. Sonra baxaq görə başqa nə nodlarımız var. Bir dənə də nod əlavə edək. Name getdi, string getdi. Hə, vektor, rotator, transform. İndi bunlar əsasən vektor, rotator, transform. Aktor kodlama dilində əsasən istifadə olunur. Digər kodlama dillərində C++-ın iki forması var. Biri aktor kodlama dili olan, bir də normal front-end, back-end üçün istifadə olunan Aha. forması var. Front-end, back-enddə vektor nodu yoxdur, əsasən 2D vektor var. Yəni iki dəyər var. Bir x, bir y koordinatı. Buna əsasən məsələn front-end developerlar çox var UI dizayn edir. Amma bizim qədərlə rotator da var. Prosta iki koordinat var. Transform dəqiq bilmirəm var yoxdur. Yox, var. Scale dəyəri. Prosta iki dəyərdir. Üçüncü dəyər yoxdur. Üçüncü dəyər də fəza fiquru, yəni üçüncü z dəyəri olduğu üçün istifadə olunur. İndi gəlin bunların funksiyalarına baxaq. Bir dənə vektor dəyəri yaradıram. Bunu adlandıraq vektor adında. Bu arada mən çox vaxt başa salmaq üçün adları ilə vektor olaraq vektor yazıram. Bunu istədiyiniz kimi adlandıra bilərsiniz. Bu hissədə rahatsız. Hə, bildim. Okay. Vektoru çağırdım get olaraq. Yazacağım koda görə şey edirəm də, Hə, istədiyin kimi adlandırma adlandıra verirəm ki, özüm bilərsən. seçdim. Okay. Gəlirəm event begin player-ə bir dənə print string verirəm. Gəlirəm vektor dəyəri ekrana yazdırsın. Bax, fikrin compile elədim. Bax, 3 dənə dəyər var. X, Y, Z koordinatı. Məsələn, 10 deyək. Bura 10 deyək. 10 deyək. Bura 20 deyək. Burada 30 deyək. Gəlib bura 21 oldu. Nəysə, heç bir şey problem yoxdur. Oyunu başlatdım. Bax, ekrana dəyərləri yazdırdı. X, Y, Z koordinatı olaraq. Gördünüz? Okay. Gəlirəm bunu. İndi. Bax, eyni qaydada. Digərlərindən eyni qaydada. Sadəcə fərqli olaraq burada 3 dəyər var. Deyirəm ki, multiply olsun. Bax, fikir verin. Aşağıya vektor dəyər verdi. Sonra da vektora dəyər olaraq çağırsın. Hop, bir saniyə üstünə düşməsin. Gətirəm bunu bura bağlayıram. Və buradan çağırsın kodu. Okay. Məsələn, deyək ki, bunu 10-a vursun. Bunu 5-ə vursun. Ya 4-ə vursun. Ya da bunu da 6-ya vursun. İndi gələk.
Bax vektorda dəyərlər necədir? 10, 21, 30. İndi gəl Aha. baxaq görə çıxdı dəyər nə olacaq? Eyni qaydada. Onu ona vuracaq. 200 eləyəcək. 184, 180 oldu. Ha. Misal. Beləncə, bunu da eyni qaydada set və get olaraq istədiyimiz kimi dəyəri alıb dəyəri dəyişdirə bilirəm. Bunu da səhnəyə əlavə eləyək. Okay. Sonra nə var? Başqa hansı? İndi rotator. Fırladır. Okay. Ya bizim rotasiya dəyərimizdir. Sizcə bunu kodda idarə edə bilirik. Eyni qaydada. Bunda da vektor dəyər verir. Fikir verin. Ha, yəni həm sağa, həm sola, həm Hə, arxaya. amma Hər şeydə tərəfdə. kodlama dilində vektor dəyəri olaraq verir. Amma kodlama dilində fərqli olaraq bunlar necə deyirlər? Öz qrafında, öz rəngindədir. Fikir verin, mavi rəngdədir. Hı -hı. Bax, ayırdım, bax, hamısı vektordur. Fikir verin. Yox, float, sorry. Float. Float. Okay. Tam da. Birləşdirirəm, rotator olur. Eyni qaydada, yəni bunu vektor kimi dəyərlərini dəyişdirə bilirik və ya digər funksiyalar kimi dəyərlərini dəyişdirə bilirik. Bunu da yanına qoyum, rahat olsun. Rotator. Okay. Bir də transform nodu var. Transform nodu var. Transform digərlərindən fərqli olaraq. Bunda 3 dənə giriş var. İndi deyəcəksiniz nə əlaqə? Burada bir dənə input var, amma istəyirsiniz 3 dənə girişi var. İndi var fikir verin. Burada transform yazır. Mən bunu compile edirəm. Bax, transformu açıldı. Bu paneldə bax, location, rotation, scale. 3 dəyərdə tutur dəyər olaraq. Onda heç o obrazlara ehtiyac yoxdur axı. Bunlar var da. Yəni əslində məsələn belə deyim, bunu obrislərə əslində ehtiyac var. Sadəcə baxır harda istifadə edəcəksiniz. Niyə ehtiyacı var ki orada? Misal deyək ki, sadəcə mən lokasiyasını dəyişdirmək istəyirəm. Onda vektor istifadə edə bilərəm. Transformda digər ekstra 2 nodu açıq qoymama ehtiyac yoxdur. Misal. Yəni optimizasiya üçün Optimizasiya cəhətdən. Misal mən sadəcə rotasiya dəyəri var. Vektor da istifadə edə bilərsiniz, rotator da istifadə edə bilərsiniz. Amma unutmayın ki, vektor istifadə edəndə rotate-a cover eləyir, dəyəri çevirir və ekstra bir dənə nod artıq olur. Amma özün zaten rotator nodu var da, niyə ekstra olaraq float istifadə edə misal? Bu arada bir də bunu buradan istədiyimiz kimi parçalara ayıra bilirik. Bax, fikir verin. Transform dəyəri parçalara ayırır. Buradan Aydın. Split strut. bax buradan sağ kliyə basırıq, split. Bunları da ayıra bilirik. Transformu da ayıra bilirik istədiyimiz kimi. Float dəyərə çevirə bilirik istədiyimiz kimi. İndi gətirirəm bunu da elə bura qoyum. Okay. Başqa. Hal-hazırda baxıram. Bir saniyə baxım görüm başqa not qaldı. Struct interface object type-də enam qalsın. Bunlar biraz daha irəli dərsdən şeydir. İndi bir dənə cədvələ baxım görüm burada. Sizə keçə biləcəyim hal-hazırda. Neçə dəqiqə dərs keçirik? Hələ 48 dəqiqə, 12 dəqiqə var, okey. Blueprint-ə giriş, bunları keçmişəm, bunu keçdim. Trigger anlayışı. İndi isə gəlin kiçik bir sistem yazaq. Kiçik bir sistem nə olsun? Biz misal hər hansı bir boxun içinə girdikdə ekrana text yazırsın. Bunu necə yazacağıq? İndi isə bir saniyə mən bunu da alım qoyum bura. Viewport panelinə gəlirik. Bax, hal-hazırda fikir verin, viewport panel boşdur. Sadəcə default root var. Bu root var. Başqa heç bir şey yoxdur. Default rootda nədir? Bizim bu aktorumuzun pivot nöqtəsi. Bax, aktorumuz hardadır? Bax, aktorumuz buradadır. Bu pivot nöqtəsi. Görürsüz? İndi mən bunun içinə gətirirəm. Bax, components panelinin yanında add var. Add-ə basıram. Bir dənə box collision əlavə edirəm. Box collision nə işə yarayır? Karakterin içinə girdikdə bir funksiyanı çalışdırmaq üçün işə yarayır. İndi gəlirəm. Bu optimizasiya olmaq üçün box deyil, nə bilim başqa bir şey qoymaq olur bura. Aha qoya bilərsiniz istədiyiniz kimi. Məsələn, plane, tutaq ki, üzərindən keçəndə. Plane eləyə bilərsiniz. Ola, mümkündür. Amma indi hələ ki basic trigger mexanikasını başa salım. Ya istədiyiniz kimi, məsələn plane-də də. İndi onu necə edirsiniz, onu başa salım sizə. Bir dənə kameranı aşağı alıram, daha rahat görə bilək. Box'un details panelində aşağı enirik. Bax, fikir verin. On component heat bir saniyə. On component heat, on component begin overlock.
On komponent end overload nədir? Var. On komponent hit hələ qalsın. Hit damage ilə əlaqəlidir. O qalsın bir qıraqda. On komponent begin overload. Yəni karakter bunun içinə girdikdə kod çalışsın. On komponent end overload isə karakter boxun içindən çıxdıqda kod çalışsın deməkdir. Ha. Bunun yanında üstəgələr var. Buna basıb event graph panelinə kod əlavə eləyə bilirik. Hal-hazırda fikir verin, kodlarımız olduğu panelə bir dənə nud əlavə elədim. Bax fikir verin. Bax on komponent begin overload box. Bax fikir verin, hansına referanslısa onu göstər. Bax, məsələn boxdur. Məsələn bunun adını dəyişdirib gəlin buradan. Fikir verirəm ki, məsələn olsun Yahya. Bax fikir verin, referansı avtomatik olaraq dəyişdi. Okay. Buradan end overload da çağırıram ki, məntiqi başa düşə bilək. Çıxanda da başqa şey yazılsın. Okay. İndi basic bir şey yazaq. Gəlin, boxa girdikdə, boxa girən aktoru, yəni boxa girən aktor printləsin. Bax, other aktor ya da other komponent var. İndi hələ ki other aktor, yəni bizim aktorları çağıraq. Gəldim bura, printi verdim, compile elədim. Bax, indi məntiqi olub, məntiqi tutaq. Bir saniyə, bunun, bax, buradan və size-ını ayarlaya bilirik. Box accent-i ayarlaya bilirik istədiyimiz kimi. Bax, fikir verin. İstəsəz buradan da ayarlaya bilərsiniz. İstəsəz mesh'in scale dəyərindən də ayarlaya bilərsiniz. Amma unutmayın ki, bu mesh'in datasal olaraq, data olaraq scale edir. Burada isə box'un buradakı uzunluğu var, box'un dəyərini dəyişdirir. Okay. İndi mən box'u görə bilmək üçün hidden açıram hələ ki. Səhnədə görə bilək. Oyunu başlatdıqda görə bilək. Oyunu başlatdım. Bax fikir verin, qabaqda box var. Mən bunun içinə girdikdə avtomatik olaraq nəyin içinə girdiyini printləyir. Bax fikir verin. Third person karakteri içinə girdiyi üçün avtomatik olaraq printləyir. İndi deyirəm ki, end overload da bir dənə funksiya verək. Eyni funksiyanı, eyni kodu burada yazıram. Sadəcə bunun rəngin qırmızı ilə eləyirəm ki, anlasın hansı çıxanda, hansı girəndə olduğunu. Gəldim bura. Box'a girdim, bax mavi ilə print, karakteri print elədim. Çıxdım, qırmızı ilə print elədim. Fikir verdiniz? Aydındır. İndi gəlin belə bir şey eləyək. Basic interaktiv bir sistem yaradaq. Məsələn, nə olsun? Basic nə olsun? Basic bir şey deyin. Məsələn, deyək ki, məsələn, qapı açma, işıq yandırma və ya ekrana səs yazılma və ya necə bir şey istəyirsiniz? Şey ola bilər. Məsələn, karakter boxa girəndə animasiya işə düşsün. Karakter hansı bir animasiyası? Okay, o da olar. Heç bir problem yoxdur. Məsələn, bax, burada belə bir şey var. Bir yoxlama eləməliyik. Əslində bu yoxlamanı eləyə də bilərik, eləməyə də bilərik. Sadəcə birinci yoxlamalıyıq ki, karakterimiz get. Ora girəndə tullansın məsələn. İlk olaraq karakterimizi yoxlayırıq. Bizim bu içinə girən, boxun içinə girən karakterimizdirmi? Bax, get player karakter. Deyirəm ki, Eagle. Eagle adında. Ya bildiyin Eagle bərabərdirmi? Nodudur bu. Burası. Səsim gəlir? Gəlir. Aha. Bax, burada necə bir şeydir? Karakter boxun içinə girdikdə, yəni other aktor, yəni içinə girən aktor bizim karakterimizdirmi? True'dursa true nodundan gedəcək. False-dursa false nodundan girəcək. İndi bir dənə yoxlayaq. Print verirəm. Deyirəm ki, yes məsələn. Y oldu. Neyse. Yes. İndi gəlin bir dənə yoxlayaq. Bizim karakterimiz bunun içinə girən kimi avtomatik yes gələcək. Bax fikir verin. Gəlin bu nodun işləmə prinsipini də göstərim. Necə işləyir. İndi ekranı buranı hafifdən belirtini edirəm ki, rahat şeydə bu kodu oxuya bilək. Bax fikir verin. Boxun içinə girən kimi burada artıq qol idarə olunacaq. Bax fikir verin. İndi oyunu başladıram avtomatik. Başlatdım oyunu. Buradan debug'ı açıram. Gəlin bir dənə baxaq. Bax karakter içinə girdi. Bax qol true'dan getdi. Çıxdıq heç bir şey olmayacaq. Çünki end overloadda heç bir şey yoxdur. Bax fikir verin. Özdə şey də var. Yaxınlaşdığınız daha güclü olur, uzaqlaşdığınızda biraz bir şey olur. Bir saniyə. Səhvdir o xətt. Aha, uzaqlaşdıqca kod dayanır axı. Kod dayandığı üçün yavaş-yavaş siqnal zəifləyir. Bunu qırmızıya keçirdək.
Okey. Compile eləyim. Başladım oyunu. İçine girdim. Hop bir saniye. Buranı biraz saydım istedim. Çıktım. Bana fikir verin. Girdim. Çıktım. Bana fikir verin. Aydındır. Okey. İndi sizin dediğiniz kimi. Girdikdə play eləsin. Ya bir animasiyanı oynatsın. Gəl indi. Burada belə bir... Probel bassın orada. Ha? Elə bir ki, yanılıb mən deyim. Boksa daxil olduqda e, şey, bu input şey nədir o probeli bassın. Yəni bu atlansın da bir növ. Karakter hoplansın. Aha. Okey. Burada Yəni indi bir də... animasiya işə düşsün deyəndə, yəni daha rahat versiyasını bilirəm də, simple Okey, o versiyasını. da olar. İndi burada belə bir şey eləyirik. Buranı silirik. Hı Karakterə -hı. əlaqə qurmalıyıq biz. Karakterin içindəki meşləri çəkə bilərik. Çünki bizim bir saniyə onu göstərim. Bizim karakterin biz deyirik ki, karakterə animasiya oynasın da. Aha. Karakterimizin burada meşi var. Bax fikir verin. Aha. Bunu animasiya oynatmaq istəyirik. Bunun üçün də karakterin buradan referansını çəkməliyik. Get olaraq çəkməliyik. Hı -hı. Necə eləyirik? İlk olaraq bir kaslama eləməliyik. Buradan gəlirəm, ad reaktoru çəkirəm. Buradan deyirəm ki, cast to. Bizim karakter nədir? Third person karakter. BP Hı -hı. addan xətt third person karakter. Gətirirəm, çəkirəm bura. Bax fikir verin, avtomatik olaraq girişə bağlandı. Və buradan avtomatik olaraq istədiyim meşi çəkə bilirəm. Get məsələn meş deyək. Bax meşi çəkə bilirəm. Və Hı get -hı. kamera. Kamera. Bax fikir verin, follow kameranı istədiyim kimi buradan çəkə bilirəm. Bax get olaraq. Fikir verin. Hı -hı. İndi deyirəm ki, mənim meşim, yəni get mesh. Hop. Get meşim şey olsun. Play animation olsun. Çəkdim. Hı -hı. Və deyirəm ki, nə animasiyası oynasın? Bizim nə animasiyamız var? Məsələn, belə bir animasiya var. Baxaq görək nədir. Loop olsun. Okey, loop olsun, təkrarlansın. Görək deyə. Burada da print olsun. Hələ ki, məsələn, deyək ki, boxdan çıxdı. Çıxdı adında. Aha. Gəldim. Bax, hazırda. Boxa girdim. Acayip bir animasiya oynadı. Fikir verin. Və Loop'du deyə vəbşə bir abırsı oldu. aha. Karakterin artıq animasiyası işləmir, heç bir şey olmur. Karakterin əli büklüm oldu. Aa, Beləncin. Başqa bir amma animasiya. loop'dan çıxarsaq şey olur, normal vəziyyət Yox, düşəcək. əslində loopdan çıxardaq bir dənə baxaq görək nə olacaq. Eyni şey oldu. Aa, Sizcə niyə? dəqiqə, koda baxım. Bir saniyə başqa bir animasiya baxım. Çünki o animasiya Animasiya dəqiqən problem var da. qaldı belə. Hə, bunun səbəbi bunu Getdə biz şey aha. eləmədik, öz normal. Bunun səbəbi nədir? Başa salım. Çünki bizim karakterin də animasiyasında kodu var. Bunun səbəbi karakter geriyəndə algılasın, hoppananda ayrı bir animasiya oynasın. Məsələn, əlində silah tutanda ayrı bir animasiya oynaması üçün kod var. Bu da animation blueprint'tir. Yadınızdadır? Keçmişdimi? Animation blueprint. Ya için Hə, keçməmişdim, sadəcə basic info vermişdim. Biz play animation deyəndə avtomatik olaraq bu animation blueprint'i keçirdir asset'ə və buradan bir animasiya oynayır misal. Bu animasiya. Və bu animasiyada qalır. aydındır. Bunu animation blueprint'ə keçirmək lazımdır. Bunun üçün də nə edirik? Gəlir bura bir dəqiqə. Eyni qaydada. End overloadda da bir dənə custom edirəm. Gəlirəm buradan. Deyirəm ki, set animation mode. Deyirəm ki, use animation blueprint. Ya animasiyanın blueprintini işlət. İndi gəlin bir dənə baxaq görək necə bir proses olacaq. Girdim içinə, bu animasiyada qalır. Çıxdım və animasiya bu animation blueprint'i avtomatik olaraq işlətməyə davam edir. Aşağı. Girdim içinə, çıxdım, animation blueprint'ə davam edir. İndi gəlin belə bir şey eləyək. Meşimizin içinə ışıq yaradaq, ışıq qoyaq. Biz içinə girdikdə ışıq yansın, biz çıxdıqda ışıq sönsün. Eləyək. Aha.
Okay. Gəlirəm bura. Add deyirəm. Bura bir dənə light deyirəm. Point light. Yox, point light verməyək, elə spotlight verək. Bunların inşallah light dərsində daha detallı formalarını keçəcəm. Spotlight olsun. Əslində anlaşım var, yəni Spotlight nə işə Hayır, yarayır. modelleme dersiyle eynidir təməl Ha, olaraq. Sadəcə burada optimizasiya tərəfi də var. Oralarda inşallah başa salır. Sağ paneli açıram. Və fikir verin, burada lümen var. Lümen dəyəri var. Bunu misal deyək ki 100 olsun. Və buradan rəngi qırmızı olsun. Bir də okey. Visible hidden olsun. Okey. İndi deyirəm ki, biz boxun içinə girdikdə bizim bu mesh görünsün, visible olsun. Visible nodu nədir? Nə işə yarayır? Biz spotlight'ı buradan hidden elədik. Bax fikir verin. aha. Visible. Bax hal-hazırda antikdir, Hə, false-dur. yəni görünən, görünməyən Okay. olsun. Biz boxun içinə girdikdə yeni visible, yəni görünsün. Boxdan çıxdıqda isə hidden olsun. Yəni biz unvisible deyək də daha doğrusu. İndi gəlirəm test eləyək. Girdim içinə. Bax fikir verin, qırmızı işıq yandı. Bax fikir verin. Lap bir dənə qrafikanı artırım. Mən çox low-da işləyirəm ki, oyun donmasın. Okay. Bax fikir verin, qırmızı işıq yandı. Çıxdım, söndü. Görürsüz? Hə, aydındır. Okay. Basic bir interaktiv sistem. Baxaq görə başqa nə keçə bilərəm. Bura qədər hər şey aydındır. Aydın dəsinə. Hə, inşallah istəyirsiniz qapı açma, bağlama mexanikasını gəlin dərs keçim, yoxsa indi keçim? Necə istəyirsiniz? Əslində eyni şeydir ki, nədir ona? Sxem Məntiq eyni. üzərindən gedəcək. Hə, məntiq eynidir. Okay, onda gəlin belə eləyək. Bunu sizə task olaraq verim. Hə, olar. Sadəcə basic bir şey verim. Məsələn, bir Aha. meşin döndürmək istəyirsiniz. Döndürmək nodunu Okay. öyrədim. Bunun funksiyası var. Məsələn, deyək spotlight'dan çəkim. Bunu hər hansı bir meşdə, Hə, statik meşədə eləyə bilərsiniz. Bax, buradan statik meş hə, çəkib. bildim. Okay. Mesh çəkdikdən sonra set relative rotation verirsiniz. Burada avtomatik hansı dəyəri verdiniz, o dəyərə teleport olur. Hə. 90 versəm 90 dərəcə 90 açılacaq. dərəcə dönəcək. Aha, bəli. Aydındır. Beləncə. Sadəcə bunu infosunu verim. Gerisi sizdə. Görək necə bir şey çıxardacaqsınız ortaya. Çox maraqlıyam. Qurtalayıb tapacağam. İnşallah, inşallah. İndi gəlin bir dənə buranı səliqəyə salım. Buranı sizə göndərim. Sonra da bugün son yekunlaşdıraq. Əgər istəyirsinizsə. Yox, istəmirsinizsə davam edə bilərəm. Problem deyil. Olar. Mən də yorğunam. Aha, tamam. Bunları bir dənə səliqəyə salaq. Print string. İnşallah mən bu həftə deməli 5, 6 bazar 1, 2, 3 dalbadal evdəyəm. Aha, şeyə görə də bu Elə bir həm məzuniyyətdir məndə, məzuniyyətlərim çıxılır da. okey, çox gözəl. Həm də ki şeydir. Ümumi bayramla əlaqədar. Aha. Keçmək istəyirsiniz, buradayam. Ya qurban, nə vaxt istəyirsiniz, deyərsiniz. Mən boş İşte, oldumsa keçərəm, heç bir problem yoxdur. işte. Okey. Burancı gətirim, bura salım. Hop, bir saniyə. Axşam düzdür, çox şey məsələn sən keçəndə yadımda qalır da. Baxıram ki, özümdə məsələn şey olur. Bilmirəm, yəni necədir? Ümumiyyətlə sən sual verəndə çox da ilişib qalmıram əslində. Sual verəndə cavab verirsiniz, çox yaxşı cavab verirsiniz. Sadəcə Hə, belə deyim də, biraz təkrar eləyin. Siz necə? hə. Kodlama unutmayın. 3D artistsiz kodlama hissəsində hələ ki məlumatınız yoxdur, daha doğrusu datanız yoxdur. Yox, kodlama hissəsini mən indi bax səndən öyrənirəm, düzdürmü? Mhm. Bax səndən nə öyrənmişəmsə hal-hazırda ordayam. Mən açıb YouTube-a baxsam, yəni şey olaraq da, həm səndən, həm YouTube-dan, Mhm. tam olaraq beynimə oturacaq əslində. Okay. Sadəcə mən hələ ona vaxt eləyə bilməmişəm də. Aha, heç Mənim bir məsələn problem yoxdur. sifarişlər, Yavaş-yavaş alınacaq. Narahat olmayın, heç bir problem yoxdur. beynimdə zaten odur ki, indi bax qabaqdan gələn bu neçə gün evdəyəm. Həmin günlər ərəfəsində açıb oturum prosta blueprinti bir özüm də keçim də bir növ belə bir şey. Okay. Belə olsa mənə elə gəlir ki, daha çox oturacaq beynimə. Bunları bir dənə
Sıraya salım. Sizin işler necə gedir? Çətindir yoxsa Belə də, nə bilim, belə də səhv dedinizsə? var. Belə də dedinizsə onda batdıq. Bu vaxtı həmişə sentyabr, oktyabr bunlar satışın az olan vaxtlardır deyə hamı kampaniya nəsə belə şeylər Reklam eləmək eləməyə istəyir. çalışır ki, daha çox Hə, insan cəlb olunsun. kimsə kampaniya eləmək istəyəndə mənim də işim çoxalır. Okay. Mən bunları sizə pul eləyim. Bunları necə pul eləyə bilərik? Mən bu elə sizin kursa yazıram mən bunları çox vaxt. Bir saniyə. Hı. Bunu sevdiyim. Bax kitabda Şahin Kurs adında bir dənə şey yaratmışam. Kitab yaratmışam. Kitabı hələ tam detallı keçməmişəm. Versiya kontrol idarə etməsi üçün istifadə olunur. Keçən səfər qısaca başa salmışdım. Misal, siz bir kod yazmısınız. Bu kod sizin üçün gözəl deyil. Əgər köhnə komitiniz varsa, köhnə komitunuza qayıda bilirsiniz. Belə bir şeydir. Yəni, köhnə versiyaya, köhnə yazdığınız kodlara qayıda bilirsiniz. Okay. Bu hazır. İndi bir dənə ekranı açın siz. Kameranı. Yo, ekran. Kompüterin ekranı. Ha, Yo, kamera açmaya ehtiyac yox, narahat olma. gedim. Okay. Kitaba girin bir dənə. Yox, masa üstündən kitaba. Yəni Aha. kitabın öz səhifəsinə. Okay. Bax orada Şahin kurs var. Oradan refresh original, fresh original eləyin. Yuxarıda yumru var. Aha. Şu. Mənim göndərdiyim bütün datalar sizə düşsün indi bir saniyə. Okay. Onun üstünə basın. Hə, Bura. pull eləyin. Hə, pull eləyin onu. Bir dənə tamamlansın. Okay. Oradan Show in Explorer deyin. Hə, oradan My Project var ya ən aşağıda Unreal logosu olan. Ona basın 2 dəfə. Açılsın. Unreal Aha, Editor'dan. Unreal Editor. Okay, ondan başladım. Okay. Açılsın indi. Ha, bildim proqramlarda burada həmin bayaq yazılan burada asılacaq. Mhm. İndi açsam o biraz gic açılacaq. Hə, heç nə. Bir dənə lokasiyalarını göstərim sizə. Ki, məsələn, kodun hardaydı, başınız qarışmasın. Sonra. İnşallah görüm gələn ay o buraya istəyirəm bir dənə yığdırım. İnşallah Allah. Mən də Bax, yığdırasıyam onsuz. Yəni Allah icazə ha, versin, bəlkə elə bir yerdə getdik yığdırdıq. Çünki lazımdır. inşallah. Ça Mən bir dənə yerdən maraqlandım. Mhm. Deməli, RTX 5070 Ti Okay. 64 RAM, DDR5 ilə, Core i7 14-cü nəsil. 7 okay. Hə, deməli, Core i7 14 nöqtə nə var ya, 14-cü nəsil Okay. gedirəm. 14-cü nəsil okay. Hə, SSD-dəki NVMe-də. Aha. Böyük ehtimal 1 TB olacaq. Hə, 1 TB. Okay. Nə qədər dedilər? Yaxşıdır. Opşi 3000, dən görüm. 3700 zat gəldi səhvimləmirəmsə. 3700 qiymət olaraq qəşəng münasibdir. Həqiqətən münasibdir. Yəni Yaxşıdır, hə. o PC-ni belə deyim də, monitor zad da hamısı yanında daxildir də. Yoxsa sadəcə kasa? Yox, ancaq Ancaq kasa, kasa hə. ancaq. Hı. Belə də münasibin biraz yuxarısı amma yaxşıdır. Pis deyil. Hə, bir neçə ilə maraqlandım. Mənə elə ən uyğunu bu dedi. Ə, Çoxsu bilsə necə, yalandan şey eləyir. Onlar RTX-in əsasən üstünə büdcə qoyurlar ki, yəni onlar da gəlir əldə etməlidir. Amma Mən şey də var da, məsələn, DDR5 RAM çoxsu mənə təklif edir 6000 Hz-lə. Bu mənə deyir 6600 Hz-lə verirəm. O şeylər də var. hə, ə, baxarıq. Mən xaricdən yığdıracağam parçaları Amazondan sifariş verib eləncədən yığdıracağam. İndi baxarıq.
Əgər hansı sərf eləyərsə eləncini bir yöntəm seçərik əgər istəsəz. Hə, sən hazır necə yığdırırsan? TI ilə, RTX ən sonuncuna, yoxsa necə? Elə mən 5070 düşünmüşdüm. RTX 5070 1 TB SSD. Sonra 64 ya da 32 arasında hələ düşünürdüm. Hardasa nəzəriyyə əsasən 2500-2400 civarlarında bir şey olacaqdı. Sadəcə kasa Hı. hesablamada. Amma bilmək olmaz. Yəni bəlkə deyəcəm hə, onu gözləyəcəyimə gedib şey eləyərəm. Elə birbaşa hazırını alaram, daha sərf Mən qısa. mən nəyə görə burdan götürürəm? O şeydən sifariş versəm mən məcburam ki, nağd şəkildə alam. Hı Əslində -hı. nağd ala bilərəm. Hə, Sadəcə kreditlə mən götürəcəksən də. hə, başqa xərclərim var deyə mən onu elə bir 6 aylığa, nə bilim 5 Hə, hə, aylıq bax zada. eləncəyinə çox yaxşı olar. Eləncə məntiqlidir. Hmm. Məsələn 12 aylığa bağlayanda daha çox şey gəlir. Məsələn 2000 qiymətidirsə 2500 zat gəlir də. Hı Amma -hı. 6 aylığa bağlayanda çox faiz gəlmir. Ümumi Okay. rəqəmdə nə bilim 200 maksimum 150 manat fərq edir. Çox gözəl. Görək tak qismətdən. Hə, Bir də şeydir. Allah icazə versin. 6-cı, hı -hı. 7-ci, 1-ci, 2-ci günlərdiniz də. Hə, 6, 5, 6 bazar, 5-ci evdəyəm. 5, 6 bazar, birinci gün, ikinci gün, bir də üçüncü gün evdəyəm. 1, 2, 3. Okay. Əgər istəsəz, bir gün sizlə üz-üzə oturub dərs keçək. Yəni əgər istəsəz. Yəni Hə, istəməsəz heç. olar, olar. Can Elə sağ ol. Aha. Sumqayıta zətdə bir yerdə oturarıq. Okay. Bir dənə uyğun yer taparam. Oturub şey eləyək, dərs keçərik. Heç bir problem yoxdur. Hə, olar. Olmalı. Aha, açılır bir saniyə. Sumqayıtda şey var, kofe shoplardan bu bulvardan biraz yuxarı tərəfdə şey var, nədir o? 2 dənə, 3 dənə kofe shop yanba-yan. Ora yaxşıdır əslində. Aha, onlardan birini deyərsiz, konum atarsa heç bir problem yoxdur. Gələrəm, rahat keçər. Qəşəng Sadəcə, kofeləri qəşəng olur. aha, sadəcə tək bir dərd. Adapter yeri olsun, mənə fərqi yoxdur. Hə, o yəqin olar. Hə, çünki laptoplarda Aha. belə bir problem var da, bilirsiniz də, Aha, batareya ilə çox aha. güclü işləmir Unreal. Okay. Orada F Blueprint var ya, ona girin. Blueprint tamam. Hə. Hı -hı. Bax orada 2 dənə, birinciyə toxunun, birinci. Bax orada hal-hazırda yazdığımız bütün kodlar oradadır. Commitlər də gəlib, aha commitlər də gəlib. Nə sualınız olsa deyərsiniz. Lap commit atarsınız. C-yə basıb commit atarsınız. Məsələn, buranı anlamadınız, bura commit deyib mən gələn səfər şey eləyəndə sizə başa salım detaylı. Bu qədər. Aydındır. Oldu, çox sağ ol, Siz də sağ ol. minnətdaram. Siz də sağ Gecən olun. Heç xeyir bir problem olsun. yoxdur. Okay, bu qədər. Gecəniz xeyir. Gecən xeyir qardaş. Gecəniz xeyir.